Salam hörmətli Neftçi TV izləyiciləri. Bakıxanov qəsəbəsindən, Neftçi Futbol Mərkəzindən canlı reportajımıza başlayırıq. Bugün 2024-2025-ci illər mövsümündə Neftçi sonuncu oyununa çıxır. Heyətlərlə tanış ola bilərik. Başlayaq Neftçidən. Komandamızda qapını 1 nömrə Məhdi Həsənov qoruyacaq. 7. Komandanın kapitanı Vüsal Kərimov. 3. Fərid Kərimli. 5. Əmir Fətiyev. 6. Elvin Vəliyev. 9. Elnur Abdullayev. 10. Nicat Məhərrəmov. 11. Elşən Atakişiyev. 18. Vidadi Kərimli. 20. Ayxan İssaqov və 23. Pünhan Qasımzadə. Turantovuzda qapını 1 nömrə Rəfi Mahmudov qoruyacaq. 5. Komandanın kapitanı İskəndər Sadıxovdur. 2. Nurlan Əmirxanlı. 6. Ramiz Zamanov. 7. Cavidan Abbaslı. 8. Murad Hüseynov. 10. Fərid Sadıqov. 17. Həsən Ağacanov. 18. Rəhman Kərimov. 19. Sahib Babayev və 22. Uğur Məmmədovdur. Qarşılaşmanın baş hakimi saatına baxır. Fit səslənir və maç başladı. Uğurlar Neftçi. Vüsal Kərimov. Onun ötürməsi yaxşı alındı. Vüsal, Elşən, Nicat Məhərrəmov ötürmə. Yenidən Elşən Atakişiyev cərimə meydançasında. Elşən Atakişiyev. Gol! Elşən Atakişiyev 1-0. Neftçi 15-ci dəqiqədə hesab açır. Əla qoşuldu hücuma Elşən. Əmir Fətiyev. Fətiyev yaxşı gördü. Ötürməsi Nicat Məhərrəmov sol cənahda. Nicat keçir orada rəqibini. Məhərrəmov. Nicat ötürməsi cərimə meydançasına. Elşən və Nicat zərbə indirir. Daha bir zərbə. Elnur və gol! Elnur Abdullayev 100 oldu. 2 mövsümə 100 gol vurur Elnur. 99 golu var idi bu maça qədər Elnur'un və arzusuna çatdı, 100-cü qolunu vurdu. 21-ci dəqiqə, Neftçi 2, Turantovuz 0. Elnur Abdullayevdir qolun müəllifi. Bu onun 2 mövsümə vurduğu 100-cü qol olur. Kərimlinin ötürməsi, Elnur Abdullayev qəbul etdi topu. Elnur, onun ötürməsi sağ cənaha. Pünhan çəkdi soluna. Pünhan Qasımzadə. Pünhan ötürmə cərimə meydançasına. Əla olur. Nicat və gol! 3 olur. Nicat Məhərrəmov. 3-0 olur hesab. Elşən, Elnur və Nicatın vurduğu qollarla Neftçi 3-0 hesabı ilə irəlidədir. Elvin Vəliyevdən irəliyə ötürmə Pünhan istiqamətində. Qasımzadə qəbul etdi topu. Pünhan cərimə meydançasında yerə yıxılır və penalti. Pünhan Qasımzadə topu qəbul etdi. Cərimə meydançasına daxil oldu. Ona qarşı qayda pozuldu. Penaltini qazanan Pünhan Qasımzadə özü yerinə yetirmək istəyir penalti zərbəsini. Fit səslənir. Pünhan topa yaxınlaşır. Pünhan Qasımzadə və 4-0. Pünhan Neftçinin 4-cü qolunun müəllifi olur. Sol cənaha ötürmə. Dəqiq alınmır, top çıxır meydandan və bununla da birinci hissə başa çatır. Neftçi 45-ci tur, sonuncu turda Turantovuzla görüşdə məsələni birinci hissədə demək olar ki, həll edir. Hesab 4-0'da ilk hissədən sonra. Fit səslənir və ikinci hissə başlayır. Bir daha uğurlar Neftçi. Ümumiyyətlə, hücuma çıxmaqda o qədər də maraqlı deyildi, ancaq bu dəqiqələrdə ardıcıl hücumlar izləyirik. İndi başla zərbə. Qapıcı daha bir zərbə olacaqmı? Kamran və 5-0. Kamran İsmailov. İkinci hissədə meydana daxil olan hücumcumuz da fərqlənir. Oyunun 72-ci dəqiqəsində hesab 5-0 olur. Daha bir maraqlı qol sevinci. Mərkəzdən növbət dəfə topu oyuna daxil etdi Turantovuz futbolçuları. İndi İskəndər Sadıqov. Həsən Ağacanov.
İskəndər Sadıqov. Artıq hər iki komanda oyunun nəticəsi ilə oyunun nəticəsini qəbullanıb. İndi növbəti qol vurulur. Burada qapıçıdan səhv. Topu yaxşı qəbul edə bilmədi və Elvin Vəliyev 6 nömrəli oyunçumuz 6-cı qolumuzun müəllifi olur. Elvin Vəliyev qapıçının səhvini bağışlamadı. Hesab 6-0'dır. Neftçinin 2008-ci il təvəllüdlü futbolçuları ardıcıl 2 mövsüm çempion olurlar. Oyunun final fiti səslənir. Neftçi U17 liqasının çempionudur. 45-ci turda Turan Tovuzla keçirilən qarşılaşmada komandamız 6-0 hesabı ilə qələbə qazanır və 109 xalla mövsümü çempion olaraq tamamlayırıq. 42 oyunun 35'ini Neftçi qələbə ilə tamamladı və bu 35-ci qələbə Neftçini çempion edir.